Doğrudan da elə güclər var ki dünyada və o güclər hansı ki bütün dünyanı əllərində saxlayıblar və günü-gündən daha da güclənirlər. O güclər istəmir ki insanlar ayılsın. Və ayıldıqdan sonra dünya sənin üçün bədbin bir yerə çevrildimi? Xoşbəxt olub yuxuda olmaqdansa ayılıb çətinliklərlə mübarizə etmək daha doğru kimi gəlir mənə. Elə ruhlar var ki, doğrudan onlar elə gəlirlər sadəcə tərəvəz kimi yaşamağa. Yəni hər şey Allah bizə əvvəlcədən yazırmı? Alın yazımız varmı? Yoxsa hər şey insanın öz iradəsindədir? Mənim taleyim belədir, mənim qədərim belədir, alın yazım belədir. Yəni mən buna inanmıram. Bizdə də var axı öz ölkəmiz, hansı ki mənzərəsi, o peyzajı, o sakitçiliyi tapa bilərsən. Niyə məhz Bali və səncə Bali bu turizm marketinqi deyil ki, insanlar gedib orada onu tapır? Təbiətdə olmaq insanı istər-istəməz yaradana daha da yaxınlaşdırır. Yəni mən qəbul edirəm ki, mən yaradanın böyüklüyünü dərk edə bilmərəm. O qədər ucadır ki, yəni mən bu balaca beynim onu dərk etməyə qadir deyil. Salam, mən Hüseyn Ağayevin təqdimatında Üzləşmə Plusa baxırsınız və bugünkü qonağım musiqiçi Çingiz Mustafayev. Salam, xoş gəlmisiniz. Amma oxuyançısını vurğulamadınız. Oxuyançısını Xoş gününüzə gələk. Çingiz Mustafayev kimdir və necə oldu ki, bizim hamımızın, bir çoxlarımızın Azərbaycanda yaşayanların bilirik də, bu keçmişi ki, Yeni Ulduzdan başlayan, rayondan gələn, Yeni Ulduza gələn Çingiz Mustafayev, qalib gələn, ardınca Avroviziya və indiki qarşımda oturan Çingiz Mustafayev. Necə oldu oradan bura? Ən qorxusu odur ki, yəni mənə gəlir ki, hələ bundan sonra da yenə dəyişəcək. Yəni qorxudan odur. Ona görə bu sual ki, Çingiz kimdir, çətindir cavab vermək, çünki daima qabaq dəyişirəm. Daima dəyişirəm. Bəlli bir vəziyyətimə örgəşirəm. Deyirəm ki, aha, mən beləyəm, mən bu musiqini edirəm. Elə təzə-təzə örgəşirəm özümə, yenə dəyişmə gedir. Fəlsəfə dəyişir, düşüncə dəyişir. Yaxşıdırmı bu? Nisbi bir anlayışdır. Yəni məncə mənim düşüncəmdə ən qorxulu şey yerində qalmaqdır. Yəni dəyişməməkdir. Niyə dəyişirsiniz? Nəsə həyatınızda şəxsi bir məsələlər baş verir, yoxsa sadəcə nəyisə öz ixtisasınızda araşdırırsınız, bir analiz edirsiniz ki, yox, mən bunu belə eləsəm daha yaxşı olacam, bu musiqidən bu musiqiyə keçsəm və yaxud öz fikirlərimi belə dəyişsəm bundan yaxşı olacam deyə dəyişim keçir, yoxsa sadəcə... Məncə bu prosesdə beyin çox az iştirak eləyir bu dəyişmə prosesində. Mən bunu daha çox ruhani məsələ hesab edirəm. Çünki insan bu həyata gəlir gəlişmək üçün, dəyişmək üçün, böyümək üçün, dərinləşmək üçün. Yəni bu mənim fikrimdir. Ona görə bəzi şeylər istəmədən baş verir, yəni dəyişimlər. Elə deyil ki, mən səhər dururam ki, mən bu gün dəyişəcəm. Yəni bu belə baş vermir. Hansısa bir hisslər dəyişir, baxışlar dəyişir və o baxış dəyişəndə artıq sənin istərsənəz ətrafına təsir eləyir. Ətrafın dəyişəndə bu sənin kimliyinə təsir eləyir. Kimliyin dəyişəndə bu sənin musiqinə təsir eləyir. Musiqin dəyişəndə bu sənin auditoriyana təsir eləyir. Yəni hər şey çox bir-birinə bağlıdır. Və bu sizi qorxutmur ki, siz bunu dəyişəndə hansısa bir yerdə dost ətrafınızı və yaxud sizi dinləyən insanları itirə bilərsiniz. Belə bir qorxunuz var? Problem ondadır ki, o qorxu yoxdur da. O qorxunun bəlkə də olmağı biraz yaxşı olardı. Amma o qorxu yoxdur niyəsə. Mən də hərdən bunu analiz edirəm. Çünki məsəl üçün başladım flamenko ilə, bəlli bir kütlə yığdım özümə 10 il içində. İnsanlar artıq flamenko istəyirdilər, dinləyirdilər, konsertlərə gəldilər. Bundan sonra insanlar başladılar pop dinləməyə, artıq konsertlər və s. Çünki flamenko kütləsi artıq dinləyiciləri artıq başladı yavaş-yavaş yox olmağa. Sonra elə təzə-təzə pop auditoriyası yaranmışdı. Keçdim elektron musiqiyə, sufi musiqisinə. Şimdi aləm dədi bir-birinə. Hərdən olur ki, məsəl üçün pop konsert verirəm. Ora gəlir məsəl üçün elektron musiqi dinləyənlər, amma narazı qalırlar ki, biz bunu istəmirdik, biz başqa şey istəyirdik. Elektron musiqiyə də pop dinləyənlər gəlir. Bu biraz bu tərəfdə bu barədə qarışıqlıq yaradır. Bəs bu hörmətsizlik deyil sizi dinləyicilərinizə və sizin ətrafınızdakı ki, siz hətta bununla bir yerdə alqoritmə də siz protiv getmiş olursunuz da. Məsəl üçün, hansısa bir sosial şəbəkə marketinqlə götürə bir alqoritm var ki, siz hansısa bir verdiyiniz dinləyicilərinizə bir stilinizlə siz bir kütlə yığırsınız. Elədir. Və o kütlədən sabahların başqa bir şey verirsiniz ki, al. Elədir. Yəni sən bunu yeməlisən. Bu məntiqli deyil, razıyam. Məntiqli deyil, amma indi deyirsiniz, məsələn, hörmətsizlik deyil. Məncə önəmli olan
özünə hörmətsizlik eləməməyindir. Yəni əgər içindən bir dəyişiklik gəlirsə, içindən bir yaradıcılıq dalğası gəlirsə, bu dalğanın qarşısını almaq məncə hörmətsizlikdir. Mən belə deməzdim. Nəyə görə? Çünki demək olar ki, özümü, yəni musiqiyə başlayandan, ilk gündən gitara çalmağa başlayandan, mən Qazaxda yaşayanda, yəni artıq ispan musiqisi çalmağa çalışırdım. Və bu mənə çox qonşular tərəfindən, qohumlar tərəfindən biraz qəribə qarşılanırdı ki, yəni aşıq havası çal, bir saz çal, onu çal, onu çal. Hə, Qazaxda, hə. Yəni bu proses oradan başlayıbdı və mən musiqi ilə məşğul olanda heç vaxt demək olar ki, onu düşünməmişəm ki, yəni məsələn indi flamenko çalacağam, bu daha çox seviləcək, daha çox qazanacağam, daha çox məni sevəcəklər və s. Yəni mən sadəcə sevdiyim işə məşğul olmuşam və nəticəsində hansısa bir uğur qazanmışam. Bildiniz nə demək istəyirəm? Bildim. Yəni mənim seçimimə gəlib də insanlar bunu demək istəyir. Bəli. Mən onu sevmişəm. Yəni elektron musiqi mən ona görə başlamadım ki, insanlar bunu məndən tələb elədilər və yaxud bu daha çox dəbdə idi, daha çox qazanc var idi. Gəldi bu his mənə və başladım buna məşğul olmağa və artıq izləyici, dinləyici öz-özünə başladı yaranmağa. Yaxşı. Son bir neçə çıxdığım verilişlərə baxdım, analiz elədim gəlməmişdən öncə və davamlı mən bilmirəm zikr edirsiniz. Yəni bu zikr sizə nə qazandırır? Mənə elə gəlir ki, insan inkişafında belə bir dərəcə var ki, insan o dərəcəyə çatanda mütləq qaydada başa düşür və dərk eləyir ki, sən bu dünyanın sirrini dərk eləməyə qadir deyilsən. Bu biraz eqonu zədələyir bu fikir. Çünki eqo həmişə bilmək istəyir, eqo hər zaman özünü ağıllı hesab eləyir və siz diqqət eləsəniz bilməyən insan yoxdur. Yəni biz bir dəqiqə çölə çıxaq, istənilən sürücüdən, yolda keçəndən soruşaq ki, məsəl üçün, sizcə insan niyə həyata gəlibdir və s. Hər hansı bir fikir olacaq 100%. Biri deyəcək ki, insan dində olmalıdır. Allah bizi məsəl üçün kitab göndəribdir. Başqa ölkədə soruşsanız, eyni qaydada buddist bu cavabı verəcək, xristian bu cavabı verəcək. Yəni bir sözlə hamı hər şeyi bilir. Mənə elə gəlir ki, ən çətini və ən düzü mənə görə bilməməkdir. Çünki bu bilməməyin altında çox böyük bir xəzinə yatır. Birinci növbədə təkəbbür məsələsi ortadan qalxır insan bilməyəndə. Çünki bilən insan, yenə deyim, vurğulayıram, mənə görə biraz təkəbbürünü idarə eləmək çətin olur. Çünki mən məsəl üçün bu günləri bir buddist dinindəyimsə məsəl üçün və yaxud xristianamsa, istər-istəməz öz inancımda əminəmsə, istər-istəməz sizə bir müsəlman ki, məsəl üçün biraz yuxarıdan aşağı baxacam. Və yaxud əksinə, deyək ki, mən müsəlmanam, siz xristiansınız da. İstər-istəməz məndə belə bir baxış olacaq ki, kəşki bu dostumuz Allah yoluna gələrdi, cənnəti qazanardı. Məsəl üçün deyirəm. Hamı öz dinini daha yuxarı bilir də digər dinlərdən. Hə, bu şuuraltı baş verən bir prosesdir. Bəli. Yəni bir insan bir şeyə inanırsa, bir inanca, artıq o inancın hardasa tələsinə düşür. Ona görə bilməmək mənə elə gəlir ki, bu təkəbbürdən insanı uzaq saxlayır və daima inkişafa sürükləyir. Bilmirəm dedikcə insan başlayır öyrənməyə, araşdırmağa, daha dərinə getməyə. Və ən maraqlısı odur ki, paradoks. Araşdırırsan, gedirsən, oxuyursan və bilirsən ki, bunun sonu yoxdur. Yəni normalda biz necə yaşayırıq? Mən bu işi görəcəm ki, axırda bu qanararı qazanım. Bu həyat fəlsəfəsində burada mükafat yoxdur. Yəni mükafat yoxdur, sən bilirsən ki, heç vaxt bilməyəcəksən. Amma yenə də oxuyursan, yenə də gedirsən, yenə də düşünürsən, yenə də axtarırsan. Və belə qəliz bir yoldur. Qonorar olmayanda və nəyinsə sonu olmayanda yaşamaq daha maraqsız olmur. Paradoks bundadır. Əlbəttə mən özümə süni bir deyək ki, inanc tapa bilərəm. Ki özümə bir motivasiya yaradım ki, məsəl üçün mən bu dini seçdim və yaxud bu fəlsəfəni seçdim. Mən artıq bilirəm və sonda da öləndən sonra məsəl üçün mükafatım bu olacaq. Mükafatım bu olacaq, hə. Amma problem ondadır ki, mən özümü artıq allada bilmirəm. Yəni bu fəlsəfə çox sərfəlidir, siz dediyiniz kimi. Hansısa bir inanca inanmaq. Amma mən artıq özümlə görünür ki, çox açığam və özümü aldada bilmirəm. Yəni mən dərk edirəm ki, mən bilmirəm. Yəni həqiqətən də məni əritməyi bacarmısın? Bu çox yüksək səslənir biraz. Məncə onu əritmək mümkün deyil və heç lazım da deyil. Çünki bu həyat belə qurulub ki, balans mütləqdir. Həddindən artıq yaxşı olmaq, həddindən artıq düzgün olmaq da bu eqonun bir keyfiyyətidir. Bilmən başa düşürsün nədən danışıram. Ona görə insanın tam məni əritməyi, eqonu yox eləmək mümkün bir şey deyil. Və əgər buna doğru insan gedirsə, bunun da altında bir təkəbbür yatır məncə. Yəni mən möhtəşəm olmaq istəyirəm, qüsursuz olmaq istəyirəm, amma insan qüsursuz ola bilməz. İnsan zaten qüsurla gəlir və qüsurla da gedir. Qüsurlarımızla şükür eləməliyik. Nəticə çıxartmalıyıq deyərdim. Nəticə. Mənə hərdən elə gəlir ki, hissiyat olaraq da insan bir səhvi bir neçə dəfə eləyəndə yalnız sanki Tanrı mı deyim, yaradan mı deyim, ancaq onda məyusluq hissi keçirə bilər insana qarşı ki, yəni axı bu dərs verildi sənə.
Sən bunu yaşadın. Sən yenə bu səhv eləyirsən. Yenə dayanmadan bu səhv eləyirsən. Yəni ona görə düşünürəm ki, insan qüsuru eləyib və o qüsurdan nəticə çıxartmalıdır və bu böyümə prosesidir. Yəni bunun böyüməyin başqa bir yöntəmi yoxdur. Bu fikirlər ətrafdakı insanlar tərəfindən bir çox hallarda səfehlik kimi qarşılanmır. Qarşılanır əlbəttə. Əlbəttə qarşılanır. Amma türklər demişkən bu mənim çox umurumda deyil. Heç umurumda da olmayıb. Çünki mənə elə gəlir ki, insanların xoşuna gəlmək üçün nəyisə danışmaq, ağıllı-ağıllı məsəl üçün də bayaq mən bilmirəm söhbətini deyirdik ki, mən bilirəm bu belədir, belə yaşayın, belə yaşasanız düzgün olacaq, bunu eləsəniz uğur qazanacaqsınız, belə yaşasanız sağlam olacaqsınız. Bu yöntəmi istifadə edəndə əlbəttə insanlar səni sevirlər. Amma o zaman sənin həyatının bir mənası qalmır. Çünki sən insanlar üçün yaşayırsan, insanların eşitmək istədiyi şeyləri danışırsan, öz kimliyini, mənliyini boğursan. Ona görə mənə görə qorxulu özün kimi olmamaqdır. Yəni kim nə deyər, dəli fikirləşəcəklər, nə bilim, başxarab fikirləşəcəklər, qoy fikirləşsinlər. Yəni bunun mənə heç bir aidiyyəti yoxdur. Sən belə daha xoşbəxtsən. Yəni xoşbəxtçilik də axı nisbi anlayışdır. Nisbətən, yəni öz ruhun üçün deyim də belə, öz fikirlərinin bu dərəcədə azad olması və özün üçün tam yaşamağın səni daha xoş edirmi deyim, xoşbəxtlik deyəcəm, belə deyəcəksən. Yəni daha rahatmısan? Okay, belə deyim, daha rahatlıq verir sənə bu. Rahatlıq da vermir. Nəyə görə? Çünki burada əsas sual onda yaranır ki, məqsədimiz nədir də? İndi hər insanda bir məqsədi var və bir məqsədə görə yaşayır. Günü-gündən yaş ötdükcə bəzi işarələri görməyə başlayıram. Başa düşürəm ki, məsələn, keçən il bu başıma gəldi, 2 il qabaq bu başıma gəldi və bu elədiyim səhv və ya bu yaşadığım faciəmi deyim, çətinlikmi deyim, bu məni gətirib buna çıxartdı. Və bunları analiz elədikcə, düşündükcə, hiss elədikcə həyata baxışım dəyişməyə başlayır. Məna axtarışında ilk mərhələ kritik sualları özünə vermə bilməkdir. İlk sualınız yəqin ki, mən kiməm sual olub və bu sualın cavabını bilmədiyinizi deyirsiniz həmişə. Amma sizcə də bu qədər savaş öz kimliyinizi və bu həyatdakı missiyanızı ortaya çıxarmaq üçün deyil? Bəzi insanlar var ki, məsəl üçün kompüterdə belə bir anlayış var da, məsələn 4 RAM, 8 RAM, 16 RAM-da. İnsanlar da mənə gəlir ki, eləsi var 2 RAM-la həyata gəlir, eləsi var 16 RAM-la, eləsi var nə bilim, tutaq ki 32 RAM-la həyata gəlir. Amma bu o demək deyil ki, 2 RAM-la gələn öz RAM-ını qaldırıb 16 eləyə bilməz. Zaten bu kompüterdə də mümkündür, bilirsiniz də, gəlib RAM-ı çoxaltmaq olur yəni kompüterdə. Yoxsa yox. Sizin dediyiniz məsələdə kompüter sayəsində çalışdığım üçün orada RAM deyil əsasında söhbət. Orada patoklardır. Ki, hər kompüterin daxilində bir materinkada patoklar var. Bəli. Sən neçə patokda çalışa bilirsən. Yəni, eyni vaxtda nə qədər şeyi fikirləşə bilirsən və dərk eləyə bilirsən. Eyni şey deyirəm, bəli. Həmin o böldüyün hissələrdə yük ağırlıq nə qədərdirsə, RAM onun cavabını verir. Bəli. Amma sizin dediyiniz çox güman ki, nə qədər yerə şaxələnə bilirsən və nə qədər gücü götürə bilirsən. Yəni onu demək istəyirəm ki, elə insan var ki, o sualı heç vaxt verməyib özünə mən kiməm. Mən bir dəfə sevirəm belə tanımadığım insanlarla söhbət eləməyi. Daim qızını gözləyirdim. Nəsə orada parkovşik var idi. Gördüm elə oturmuşuq qarajda, biraz dedim söhbət eləyim filan. Bu sualı ona verdim. Dedim heç özünüzə sual vermisiniz ki, mən niyə gəlmişəm bu dünyaya, mən kiməm filan. Dayı belə baxdı mənə dedi, yox nətər ki. Yəni başa düşdüm ki, çox insanlar o sualı heç özünə vermir və o sualı özünə vermək qabiliyyətim yoxdurmu deyim, yoxsa o sualı qorxur o sual. Yox, qorxmur, verə bilmir. Yəni o prosessor dediyimiz bayaq məsələ var idi. Yəni o imkan vermir ki, o sualı özünə verə bilsin. Çünki o sualdan sonra axı çox böyük bir axın gəlir axı. Yəni depressiyaya gedib çıxa bilər. Depressiya gəlir, nə bilim çətinlik gəlir, həyatın dəyişir, baxışın dəyişir. Baxışın dəyişəndə artıq bütün ətrafın dəyişir. Yəni bu bir uçurum bir yoldur da. Ona görə hər insan o sualı vermir və verə də bilmir. İmkanı yoxdur o sualı verməyə. Və kim ki o sualı verə bilir, ondan artıq başlayır onun dalınca getməyə. Bilmirəm necə izah edeyim sizə. Başa düşürəm. Yəni o sualdan qorxmaq üçün, o suala ümumiyyətlə cavab vermək üçün həyatda bir hansısa bir səviyyəyə gəlib çatmalısan və hansısa bir dünya görüşün, hansısa bir savadın olmalıdır ki, bu suala cavab verə biləsən. Həm savad, həm də dünya görüşü. Dünyamı görüşü deyim, yoxsa yəni elə insan var ki, məsəl üçün bir dəfə başını qaldırıb göyə baxmır da ki, ulduzlar var, ay var, nə bilim günəş gözəldir, günəşin işıqları vurur, məsəl üçün xırdalıqları görmür da. O fantaziyası ona kifayət eləmirdi, o da cavab verir. Həm fantaziyası ona imkan vermir, həm incəliyi yoxdur, detayçılığı yoxdur. Elə də beyinlər var ki, elə ruhlar var ki, onlar artıq meyllidirlər bunları görməyə. Bunları görmək istəyirlər, bu xırdalıqlarda ilişib qalırlar. Belə ruhlar bu sualı digər insanlardan tez verir özünə ki, mən kiməm və daha uzun müddətli başlayır bunu araşdırmağa. Missiyadan danışırıqsa, bəlli bir missiya yoxdur, bir yol var. Çünki missiya daha çox məqsədə yaxın bir şeydir də. Ona görə yol var və o yolun da hara aparacağını bilmirəm.
Yenə bilmirəm. Gəlib çıxırıq. Bilmirəm, bilmirəm. Bilmirəm zikri. Axırda sayıb deyərsiniz nə qədər bilmirəm var. Elə bir zikir də var doğrudan. Bilmirəm. Ona görə bu bir yoldur. Hara gətirib çıxaracağını da bilmirəm. Xoşbəxtlikdən Allah yoluna gələn adam görməmişəm deyə bir fikir bildirmisiniz. Siz hər hansı bir xəstəlik, depressiya və itki yaşadınız ki, Allah yoluna gəldiniz? Yəqin ki, elə insanlar var, hansı ki, xoşbəxtçilikdən gəlirlər. Əminəm ki, elə insanlar, yəni 8 milyardın içində var əlbəttə. Amma genel götürsək, insanı oyadan ağrıdır deyə düşünürəm. Səhv eləmirəmsə Ruminin də gözəl bir sözü var idi. Deyir, işıq ağrı olan yerdən girir və yaxud yara olan yerdən girir. Çox gözəl bir cümlədir. Əks halda insanın başı o qədər qarışır ki, həyata, gündəlik problemlərə, rutinaya, ev, iş, ailə, karyera, məqsədlər, bayaq danışdığımız missiyalar insanın heç çox vaxt yadına düşmür Allah. Yəni düşür, necə düşür? Məsəl üçün, Allaha qurban olum, Allaha qurban deyirlər 2 dəqiqədən bir. O bizim dilimizdə oturan adət-ənənə. Yəni şuur altında yoxdur da. Əslində prosta dildə var ki, yəni Allaha qurban olum, Allaha qurban olum. Amma insan ki dara düşür, başa düşürsən ki, yəni bu situasiyada artıq sənə heç kim kömək eləyə bilməz. Nə insanlar, nə vəzifəli insanlar, nə başqa heç kim sənə kömək eləyə bilməz. Burada yalnız artıq sən əlini açmalısan yaradanına və ondan istəməlisən. Və bu ağrı mı deyim, bu yaşadığın çətin dönəm səni yaxınlaşdırır yaradana. Qısa da olsa belə bir düşüncədəyəm. Deyir ateist olmağa deyir. Samolyot titrəyənə qədər olur söhbət. Elədir. Yada düşən olur. Elədir. Allah bəs pis olmur ki, sən niyə yaxşı olanda mənə yada salmırdın? İndi dara düşəndə yadıma saldı. Məncə yaradan bizi bizdən yaxşı tanıyır. Ona görə orada məncə küsmək söhbəti 100% yoxdur mənə görə. Amma digər tərəfdən də mənim belə özgüvənli danışmağım da hardasa problemdir. Nəyə görə? Çünki bunu bir dəfə də demişdim. Yəni iki yaradan var da mənim üçün. Bir o yaradan hansı ki uşaqlıqdan hansı ki, yəni beynimizə yer etmişik. Yəni Allah baba deyirdi o falan rayonda falan. Yəni bir o yaradan var, Allah var. Hansı ki bizə öyrədiblər Allah nə istəyir, Allah nədən xoşu gəlir, nədən xoşu gəlmir, haçan cəzalandırır, haçan sevir və s. Bu Allah var. Və bir də onun haqqında heç bir şey bilmədiyim bir yaradan var. Hansı ki, bayaq ki bilmirəm söhbətinə gəlib çıxır da. Ki var, yaradan var, amma mən onun haqqında heç bir şey bilmirəm. Bayaq siz dediniz ki, məsəl üçün onda əsəbləşir Allah və yaxud məyus olmurmu və s. Yəni o ikinci yaradan ki var, o mənə daha yaxındır sanki artıq illər sonra. Yəni tanımadığım yaradan. Ümumiyyətlə bütün danışdıqların indiyə qədər bizdən qabaqki podkastlarda və dediklərində ən çox vurğuladığın bu transformasiyada Balidir. Balidəki möcüzə nədir və başa düşürəm, hansısa bir şəhərdə, megapolisdə, o xaosun içərisində hansısa bir ruhun səsini duymaq çətindir. Amma bizdə də var axı öz ölkəmizdə, hətta yaxın coğrafiyada olduğumuz ölkələrin şəhərləri, kəndləri var ki, hansı ki mənzərəsi, o peyzajı, o sakitçiliyi tapa bilərsən. Niyə məhz Bali və səncə Bali bu turizm marketinqi deyil ki, insanlar gedib orada onu tapır? Tam açıq səmimi cavab verəcəm. Əlbəttə ki, burada marketinq, turizm söhbəti var, bir mənalı var. Amma bilmirəm razılaşacaqsa yoxsa yox, hər bir məkanın, hər bir ölkənin öz enerjisi var. Yəni məsələn ərəb ölkələrinə gedəndə başqa bir enerji hiss edirsən. Pul enerjisi. Yəni puldan da əlavə də daha çox belə səhra, elə bu dəqiqə məsələn səhradan bir peyğəmbər gələcək, belə bir qəribə hisslər yaşayırsan da, şərqə uyğun məsəl üçün. Avropaya gedəndə tam başqa bir enerji yaşayırsan. Afrikada olmuşam məsəl üçün, orada tam başqa bir. Yəni hər ölkənin, adət-ənənənin özünə məxsus bir enerjisi var. Və Balinin enerjisi bu barədə doğrudan çox güclüdür və heç bir şeylə səhv sala bilməzsən Balinin enerjisini. Sehirlidirmi? Mənə görə hə. Çünki ora ilk düşdüyüm andan, səhərsi gündən artıq məndə bu daxildə təmir işləri getməyə başladı. Məsəl üçün, deyək ki, məndə bir problem var idi ki, mən içimdəki hissləri kimsə xatirimə dəyibsə onu demirdim. Demirdim ki, yəni okey da, indi mənə qarşı deyək ki, səhv eləyibdi. Deməyim ki, çünki o da pis olacaq. Yəni bax bu şeyləri məsəl üçün həmən başladım Balidə prarabotka deyirlər ruslar, yəni həll eləməyə öz içimdə. Ondan əlavə də istər-istəməz, yəni şəxsən mən yaradanı təbiətdə görürəm. İnsanın yaratdığı bir şeydə görmürəm. Yəni bu mikrofon məsələn insan yaradıbdı da, bu kreslonu da insan yaradıbdı. Yəni mən burada Tanrını nəinki görmürəm, hiss eləmirəm. Amma məsələn bir buluddur, bir günəş batımıdır gözəl, yəni bir cunglidir. Məsəl üçün həm evdən çıxıb bir anakonda görürsən, məsəl üçün deyirəm də. Yəni bu kimi şeylər təbiətdə olmaq insanı istər-istəməz yaradana daha da yaxınlaşdırır deyə düşünürəm. Üçüncüsü də öz halında olan, öz ruhunda olan aşırı çox insanla tanış olsan. Yəni bir məsəl üçün mən şəhərə çıxanda ruhanilikdən danışacağım insan tapmağım çox çətin məsələdir.
okey tapa bilərəm. Amma Balidəki qədər deyil, belə deyim. Çünki hamı ora o artıq o Hə, marketinqin epidemiyadır. biraz verdiyi insanlara düşüncədir ki, hə özünü tapmaq istəyirsənsə get Yox, ora. özünü tapmaq yox. Öz Yox. ağlında olan insanlarla Hə. oturub durmaq istənsə, gəl Baliyə. Çünki hamısı orada yığılıb. Biri Argentinadan Bir gəlir, biri community olaraq orada formalaşıblar. və istərsəməz orada nə bilim sound healing konsertlərdir, ecstatic dance konsertlərdir, yoqalardır, bilməm nələrdir, meditasiyalardır. Yəni bunu aşırı çoxdur deyən insanlar hamısı ora yığılır və bu da əslində normaldır. Əlbəttə burada marketinq var, biraz o şişirdib böyüdüblər. Amma mən düşünürəm siz özünüz belə getsəniz ora, məsəl üçün 1 aylıq, yəni o 1 ay ərzində sizdə də aşırı dəyişikliklər baş verəcək. Burada əsas açar rolunu Bali yox, özünlə tək qalmaqmı deyim, təbiətdə olmaqmı deyim, yoxsa maraqlı personajlarla tanış olub onların sənə göstərdiyi təsirmi deyim. Yəni istər-istəməz dəyişirsən. Ayıldıqdan sonra insan əvvəlki yuxunun rahatlığı üçün darıxırmı? Və sizin üçün bu darıxmaq peşmançılıqdır yoxsa mərhələ? Peşmançılıq 100% deyil, mərhələdir. Xoşbəxt olub yuxuda olmaqdansa ayılıb çətinliklərlə mübarizə etmək daha doğru kimi gəlir mənə. Ayıldıqdan sonra nələrin fərqinə vardın? Və ayıldıqdan sonra dünya sənin üçün bədbin bir yerə çevrildimi? Bədbin bir yerə çevrildiyi vaxtlarda oldu. Türklər demişkən, hayal kırıklığı yaşadığım dönəmlərdə oldu və ən ağrılı yəqin ki, dönəm hər şeyin nisbi olduğunu dərk elədiyin an olur. Çünki nisbi olmayanda bir işin ucundan tutub gedirsən və ya bir fəlsəfəyə inanırsan və o fəlsəfədə rahat yaşayırsan. Amma nisbilik anlayışı hər şeyi darmadağın edir. Bütün əvvəlki inandığın, çalışdığın, düşündüyün bütün fikirləri, hər şeyi darmadağın edir. Və mənə elə gəlir ki, nisbilik anlayışı da bir mükafatdır. Yəni o da hər insana qismət olmur onu dərk eləmək. Çünki bayaq dediyimiz kimi, nisbilik yoxdursa təkəbbür var. İndi soruşsanız ki, bu necə bir-birinə bağlayırsan? Mən məsəl üçün çox əmin bir şeydən danışa bilərəm. Deyə bilərəm ki, Hüseyn məsəl üçün, bu mikrofondan yaxşı mikrofon dünyada yoxdur. Amma sən deyə bilərsən ki, hər şey nisbidir. Yəni elə mikrofon var ki, bundan qat-qat ucuzdur, amma funksiyası bundan daha qat-qat yaxşı eləyir. Və yaxud bu inancla da bağlı ola bilər. Mən deyə bilərəm ki, məsəl üçün, ən düzgün inanc hinduizmdir məsəl üçün. Bundan başqası yalandır. Yəni nisbiliyin olmadığı hər bir yer radikalizmə gətirib çıxardır və təkəbbürə gətirib çıxardır. Belə gözəl bir söz var, deyir, istənilən bilik təkəbbür yaradır. Fərqi yoxdur hansı bilikdir bu. Riyaziyyat ola bilər, elm ola bilər, fəlsəfə ola bilər. Yəni bir şey çox bilirsənsə və özündən əminsənsə, mütləq bu sənin danışığında hansısa bir təkəbbürlük notlarını büruzə verəcək. Bəzən bilməmək daha yaxşıdır. Çox şey bilməmək daha yaxşı, çünki daha rahat yaşayırsın. Onunla da razıyam, amma bayaq o ilk dediyim cümlə ki var idi. Yəni yuxuda olub xoşbəxt yaşamaqdansa, oyanıb, ayıq olub çətinliklərlə mübarizədə yaşamaq daha məntiqlidir. Amma bu da nisbidir. Hər şey nisbidir. Sənin üçün odur, mənim üçün məsələn. Əlbəttə, Adam üçün əlbəttə. o dediyin yuxuda yaşayıb xoşbəxt olmaq, bəlkə onun da həyatı əsas elə odur, onu götürür. 100%. Elə ruhlar var ki, doğrudan onlar elə gəlirlər sadəcə tərəvəz kimi yaşamağa. Yəni bunun görəvi budur. Elə ruhu var gəlir dağıtmağa. Bunun missiyası, bunun ruhunun növü dağıtmaqdır. Və belə insanlar hər birimizin həyatında var. Ən azı tarixdə belə insanlar oxumuşuq da. Elə insanlar var ki, gözəllik yaratmağa gəlir. Elə ruhlar var. Sevgi yaymağa gəlir, yaxşılıq öyrətməyə gəlir. Elə ruhlar var ki, məsəl üçün gəlir ancaq biznes kursun, insanlara çörək versin öz biznesindən. Bu da bir ruhanilikdir. Yəni biz sadəcə olaraq böləndə ki, materialistik və yaxud qeyri-materialistik bu düzgün deyil. Əslində sən özün də məsələn ruhaniliklə bir məşğulsan da, belə baxanda. Yəni insanlara nə isə danışırsan, qonaqlar gəlir, hansısa bir mövzuları açırlar, genişləndirirlər, onu baxan insan orada nəsə götürür. Yəni bu da bir ruhanilikdir. Yəni ruhanilik tək əlini açıb dua eləmək, zikr eləmək deyil. Yəni mənim də hansısa bir missiyam var və mən onu yerinə yetirirəm. Əlbəttə, əgər sənin məsələn 5 dənə işçin varsa, o 5 dənə işçiyə məsəl üçün bir maaş verə bilirsənsə, yəni dərindən baxanda bu da bir ruhanilikdir. Əgər məsəl üçün anan zəng eləyəndə ki, məsəl üçün, oğlum, çörək bişirmişəm, gəl bir dənə istəyirəm gəlib yeyəsən evdə. Halbuki vaxtın yoxdur, xotun yoxdur, amma gedirsən məsəl üçün, anana xoş olsun deyə gəlib o çörəyi yeyirsən, bu da bir ruhanilikdir. Yəni sadəcə olaraq bu ruhanilik anlayışını biraz illərlə iskajat eliblər, necə deyim? Qaçıblar. Biraz belə bir pozublar. Alın yazısı və iradə. Yəni hər şey Allah bizə əvvəlcədən yazırmı? Alın yazımız varmı? Yoxsa hər şey insanın öz iradəsindədir? Necə olur? Sualın cavabını mən bilsəydim, çox xoşbəxt olardım. Birinci onu vurğulayım. Amma yəni bugünkü
fikrimi soruşursa nəyə gəlib çatmışam, düşünürəm ki, insan baza şəklində müəyyən keyfiyyətlərlə doğulur da. Məsəl üçün ailəni insan seçə bilmir, ölkəni seçmir. Yəni bunlar hamısı Türkiyədə demişəm qədərdir də. İnsan məsəl üçün görürsən ki, xəstə doğulur, amma həyatı boyunca mübarizə eləyir, özünü sağaldır, artıq nəyəsə nail olur da. Bazı olaraq bəli, qədər deyilən bir şey var. Amma bu o demək deyil ki, məsəl üçün mən belə doğulmuşam, belə də yaşamalıyam. Yəni bu biraz yanlış düşüncədir. Yəni bir ağac fərz eləyin, ağacın kökü də, o budaqları biz özümüz seçə bilirik. Amma kök ki var, o dəyişmir, o qalır. Yəni hər şeyin qədərin üstünə atmağın tərəfində deyiləm. Ki mənim taleyim belədir, mənim qədərim belədir, alın yazım belədir. Yəni mən buna inanmıram. Yəni doğulmağındakı bizim düşdüyümüz yer və vəziyyətimiz bu bizim alın yazımız. Alın yazımız. Yəni bizə Allah Taala'dan verilən alın yazımız. Amma ondan sonrakı artıq bizim əlimizdə. Əgər sən məsəl üçün gəlmisən, doğulmusan Azərbaycanda, hansısa bir kənddə deyək ki, və ömür boyu şikayət edirsən ki, cəmaət nə bilim İngiltərədə doğulur, amma mən bəxtimə bax, mən burada doğuldum. Yəni bu yanlış bir düşüncədir. Çünki sən hər zaman bunu dəyişə bilərsən. Yəni bunun üçün sənə şans verilib. Çətin olacaq, asan da olacaq, o artıq ikinci məsələdir. Amma sənin üzərində. Öz əlindədir. Yəni sən onu Londona çevirə bilərsən o kənd məsələsini və belə nümunələr də həyatda aşırı çoxdur. Yəni müasir dövrdə Rumi, Yunus Əmri olmaq mümkündür. Yəni texnologiyanın sürətlə inkişaf etdiyi, kapitalizmin geniş vüsət aldığı bir hazırki dünyada dərviş olmaq olarmı? Düşünürəm ki, ruhən olar, Rumi kimi olmaq, yəni o fəlsəfəni yaşamaq, amma zahirən əlbəttə bu gülməli görsənər. Amma insanlığın hər bir dövründə mənə elə gəlir ki, ruhaniliyə ehtiyac olubdur. Və mən düşünürəm ki, bugünkü gündə dünyada ən çox bəlkə də ruhun ehtiyacı olduğu şey, insanın ehtiyacı olduğu şey yaradanla bağmı deyim, yoxsa Ruminin yaşadığı hisslərmi deyim, yəni sevgidir, dərinlikdir. İnsanın bu gün buna çox ehtiyacı var. Amma əfsuslar olsun ki, bu çox başqa bir mövzu olacaq. Qısa olaraq toxunum ki, aşırı dərin mövzudur və buna çox vaxt ayırmışam bu mövzunu araşdırmaq üçün. Elə qüvvələr var ki, onlar əlindən gələn eləyirlər ki, insan o gedib xəzinəyə çatmasın. Və bu bir konspirologiya deyil. Bu hansısa bir mistika deyil, bu hansısa bir kino deyil. Doğrudan da elə güclər var ki dünyada və o güclər hansı ki bütün dünyanı əllərində saxlayıblar və günü-gündən daha da güclənirlər. O güclər istəmir ki, insanlar ayılsın. Dediyim kimi bu çox uzun bir mövzudur. Bununla bağlı ayrı bir veriliş eləmək olar. Amma bu dediyimdə artıq bəlkə də nisbi deyil, artıq əminəm. Əminliklə deyə bilərəm ki, zaten insan biraz diqqətçil olsa görəcək ki, güc dediyin nədir? Ruhani güc yoxsa insan olaraq? Yəni biz ağa-qara ayırsaq, ağa-qara. Məsələn İslamda bu şeytan və mələkdir də deyək ki. Qara qüvvələr bu gün aşırı aktiv çalışırlar və öz gördüyü işlərdə çox uğurludular. Yəni onlar get-gedə güclənirlər. Çünki insanlar onların verdiyi məlumatlarla qidalanırlar, insanlar onların verdiyi yeməklərlə qidalanırlar, insanlar onların verdiyi yolla oturub dururlar. Dünya pisə gedir. Pisə getmir. Mən hələ də inanıram ki, haqq ədalət öz yerini tapacaq. Yəni bu dünya baxımında deyil, yəni kosmik baxımdan, ruhani baxımdan ki, hər dövrdə belə şeylər olubdur da, çətinliklər olubdur, krizis olubdur ruhani baxımdan. Çox ümid edirəm ki, insanlar oyanacaqlar və öz yaradanlarına daha yaxın ola biləcəklər. Çünki xilas yalnız bundadır. Belə bir dərin mövzudan düşək biraz eşqə. Bir musiqi incəsənət adamı olaraq eşq sizə görə nədir? Sizə görə eşq mən səni sevirəmdir, yoxsa o sevdirir? Sizə nə oxşadı bu? Türklərdə bir şey vardı. Sevmək isə sevməmək sevməkdirmi? Sevənlərin sevinlər. Biraz okey, mən belə deyərdim də. Mənə görə yenə deyirəm, mənə görə sevgi təmənnasızlıqdır ilk öncə. Yenə də bizim yaradanla münasibətimizə baxanda çoxluğu götürsək, insan daima qarşılığında nəsə gözləyir. Yəni sufilərin mənə gəlir özəlliyi ondaydı ki, onlar heç vaxt bir şey gözləmirdilər, mükafat gözləmirdilər. Ki məsəl üçün mən də bu duanı eləyəcəm, mən bunu eləyəcəm ki, cəhənnəmdə yanmayım, ki, cənnətdə düşüm, onu eləyim, bunu eləyim. Yəni sufilərin mənə görə ən güclü tərəfi ondaydı ki, onlar təmənnasız sevirdilər yaradanı. Əlbəttə başqa dinlərdə də təmənnasız sevən insanlar var, amma onlarda təmənna güdmə söhbəti yoxdur. Ona görə birinci növbədə təmənnasızlıqdır. İstənilən əsl sevgidən söhbət gedirsə, bu ər-arvad arasında da ola bilər, bu ana ilə oğul arasında da ola bilər. Yəni sevgini uca eləyən əsas məqam təmənnasızlıqdır. İkincisi də dəyişməmək, dəyişməyə çalışmamaq. Yəni bunu öz təcrübəmdən deyə bilərəm ki, məsəl üçün qabaqlar bir uzun müddətli ilişkim var idi. İndi oturub fikirləşəndə görürəm ki, mən nə qədər səhv eləmişəm. Daima dəyişməyə çalışmışam, düzəltməyə çalışmışam. Bu da sevgiyə tam xas olan bir şey deyil. Yəni sevən dəyişmir. Təmənnasız sevgi nə qədər mümkündür? Yəni sən bir insanı nə qədər təmənnasız sevə bilərsən və o sənə
Tamam, sevdin bir müddətdən sonra ondan o qarşılığı görmədinsə, necə onu davam edə bilərsən təmənnası sevməyə? Biz axı istəyirik qarşılıq. Biz əgər insan sevgisindən danışırıqsa, yəni bir kişinin qadına olan sevgisindən də, burada anormal hadisələr çox olur da. Görürsən ki, məsəl üçün sizin də ətrafınızda yəni olubdur. Görmüsən ki, insan dediyin kimi qadını sevir, qadın heç hörmət qoymur kişiyə, amma kişi yenə də həmən qadını sevir məsəl üçün. Bu artıq hansısa bir psixoloji pozuntu ola bilər, diaqnoz ola bilər Adel də. sindromu. Hə, bir sindrom ola bilər, hə. Amma biz əgər sağlam münasibətdən danışırıqsa, əgər iki ağıllı başlı insan, belə deyim də, iki dənə özünü sevən insan, yaxşı belə deyim. Çünki özünü sevmək də çox vacib məsələdir. İki dənə özünə hörmət eləyən, özünü sevən insan görüşürsə, bunlar bir-birini dəyişməyə çalışmayacaqlar. Amma yox, biri özünü sevir, özünə hörmət edir, digəri məsəl üçün deyək ki, eqoistdir, hansısa bir travmaları var. Bu iki insan görüşəndə burada artıq biraz çirkinlik yarana bilir. Yəni bayaq verdiyin sual. Yəni burada hansı vəziyyətdə olan insandan söhbət gedir. Yəni insan ruhən, əqlən sağlamdırsa, o təmənna güdmür və özü kimi də bir insan tapanda burada yalnız gözəllik yaranır. Seçimdir də, hər şey seçimdir. Bizi məcbur edib evləndirmirlər ki, məsəl üçün. Sonra da Eləyənlər var axı. olubdur, düzdür. Yəni bizdən söhbət gedirsə, yəni mən inanmıram ki, Biz dediyim bizim yaşadığımız cəmiyyəti cəmiyyətdə var əlbəttə. ki, mən biz onu sayıram da. Cəmiyyətdə var. Bu da bax bayaq dediyimiz kimi də o qədər söhbəti var deyə toxunduq da. Bu artıq qədəri idi bunun. Məcbur elədilər, evləndirdilər. Amma daha sonrası bu qadın və ya kişi özünü necə aparacaq, bu vəziyyətdən necə çıxacaq artıq onun ötəsinə düşür. Artıq bu qədər qismət söhbətinə girmir. Müəyyən bir yerə qədərdir, o qədərdir. Hə, müəyyən bir yerə qədərdir. Elektron musiqi tərzinə keçid. Rəqs etdirən bir musiqi ilə zikr halını ötürmək ziddiyyət deyil ki, yoxsa müasir insanın yolu ilə məhz buralardan keçir. Ya mən düşünürəm ki, insanın əgər xüsusiyyət olaraq götürsək ki, güclü insanın tərkibində nə var? Bu uyğunlaşa bilmək qabiliyyətidir. Yəni məsəl üçün getdin başqa bir ölkəyə, kimsə məsəl üçün 5 ilə uyğunlaşır o cəmiyyətə, kimsə gedib bir aydan sonra artıq özünü öz evində kimi hiss eləyir də. Burada da bizim dövr dəyişir və İndiki nəsil daha çox uyğunlaşır. əlbəttə indiki insanlar əylənmək istəyirlər, başqa yollarla yaradana yaxınlaşmaq istəyirlər. Və burada mən pis bir şey görmürəm. Mən bunu bir dəfə Hindistanda bir quru var, o sualı ona verdim. Dedim ki, mən elektron musiqi ilə məşğulam, klublarda çıxış edirəm. O klublarda insanlar narkotik qəbul edirlər, içki içirlər, özlərini çox qəribə aparırlar və s. və s. Və mən orada məsəl üçün elektron musiqi oxuyub zikr oxuyuram üstündən. Bu nə dərəcə düzgündür? Halbuki cavabı özüm bilirdim. Yəni hissiyyat olaraq bilirəm ki, mən səhv bir şey eləmirəm. O dedi ki, sən çox düz eləyirsən, çünki gedib meçiddə Allahdan danışmaq mümkündür və hasanddır. Amma belə yerlərdə xüsusən yaradanı və yaxud ruhaniliyi təbliğ eləmək gözəl bir işdir. Ona görə mən də məsəl üçün biraz qəribə görsənirdi oradan. Səhnədən baxıram, məsəl üçün insanlar yəni klubdur, gecə klubudur, hamı qaraşkilərdə filan və mən o musiqini oxuyuram, başlayıram mantralar oxumağa, zikirlər oxumağa. Çünki insanlar o maddələri ki istifadə edirlər, hansı ki rəqs eləyəndə o anda insanların auraları çox belə deyim, həssas olur, zəifləyir. O anda pis bir şey də desən, o şuur altına yazılacaq, gözəl bir şey desən də şuur altına yazılacaq. Və mən çalışıram o şeytani abu-havada yaradanın adlarını çəkim. Əlbəttə, yəqin danışaraq yoxsa musiqi içərisində? Musiqi olaraq. Məsələn, musiqi gedir, elektron musiqi DJ kimi çıxış edirəm. Məndə orada aparat var, looperdir. Məsəl üçün Allah deyirəm, bir dəfə yazıram onu, zapisə gedirəm, başlayır onu təkrar eləməyə. Səhnədə onu basıram o knopkanı, loopa. O başlayır mən zikir təkrar eləməyə. İnsanlar heç çoxsu bilmir mən nə deyirəm. Çünki ərəb dilini bilən, yəni nə dərəcədə çoxdur Avropada, başqa ölkələrdə və yaxud Hind hansısa mantralarından istifadə edirəm, iudaizmdən. Sözüm ondadır ki, mən burada pis heç nə görmürəm. Düşünürəm ki, önəmli olan təbliğ eləməkdir. Musiqini öz ifadəniz kimi yox, bir növ vasitə kimi görməyə başlayandan sonra yaradıcılığınız azaldı, yoxsa məsuliyyət artdı? Bir ara məsuliyyət artdı. Çünki biri var, sən sevgidən oxuyursan, məhəbbətdən oxuyursan, ayrılıqdan oxuyursan, biri var ki, sən qəliz mövzulara toxunursan və önəmli mövzulara toxunursan. Əlbəttə, sən yaradandan mahnı oxuyursansa, bunun məsuliyyəti artıq biraz daha çoxalır. Bugünkü gündə soruşsanız, hər şey okeydir. Yəni elə bir içimdə şey yoxdur. Narahatçılıq mı deyim, yoxsa gərginlikmi? Sadəcə olaraq sevdiyim işlə məşğulam. İnsan dünyaya xoşbəxt olmaq üçün gəlməyib. Bəs görəsən dünyaya nöş gəlib insan? Bu da çox nisbidir. Yox? Sizin sözünüzdür. Hə. Yəni kimsə xoşbəxt olmaq üçün gəlir, kimsə verilən dərsləri imtahandan keçmək üçün gəlir, kimsə daha da puxtələşmək üçün gəlir, kimsə daha çox qazanmaq üçün, kimsə daha çox itirmək üçün gəlir. Ona görə əlbəttə
biz desək ki, insan xoşbəxt olmaq üçün gəlir, bütün həyatın məqsədi bundadır, onda hər şey çox cılızlaşır və insanın yaşamağının, ruhaniliyin bir dəyəri də qalmır, dərinliyin bir dəyəri də qalmır. Ona görə mən düşünürəm ki, bu suala bir mənalı cavab vermək mümkün deyil, amma 100% insan yalnız xoşbəxt olmaq üçün gəlmir bu həyata. Lap dərindən də baxsaq, öz halımdan götürsəm, deyə bilərəm ki, dərk eləmək üçün, böyümək üçün, daha da genişlənmək üçün gəlir bu həyata. Və sonda? Sonda artıq nisbidir. Kimsə Yenə. deyir cənnətə düşür, ondan bitir hər şey, kimsə deyir cəhənnəmə düşür, bitir, kimsə deyir ki, təzədən doğulur və başlayır yarıda qalmış missiyalarını tamamlamağa, kimsə deyir insan ölür, yoxa çıxır. Yəni mən də bu suala konkret bir cavab verə bilməyəcəm, çünki düşünürəm ki, 150 milyarda yaxın insan gəlib gedib bu həyata bu günə qədər. 8 milyardında yaşayır və heç kim bu sualın cavabını əminliklə deyə bilməz ki, insan bunun üçün gəlir və buradan sonra da falan Sübutu yerə da gedir. yoxdur. Yəni, sübut eləmir. Yəni iş orasındadır ki, nə bunu sübutunu göstərən var, nə də əksini, yəni. Hamı özü üçün danışır. Öz inandığına danışır. Hamı inandığına danışır. Bəs ona görə deyirəm ki, mən bilmirəm cümləsi gəlib insanın çox axtarandan sonra gəlib dirəndiyi bir yerdir. Yəni bu normaldır insanın gəlib mən bilmirəm fəlsəfəsinə gəlib çıxmağı. Əgər doğrudan da araşdırırsansa, doğrudan da bütün günü mütaliə edirsənsə, meditasiya edirsənsə və s. gəlib çıxacağın yer odur ki, mən bilmirəm. Son olaraq belə bir sual vermək istəyirəm. Həyat fəlsəfəniz bunlardan hansına daha yaxındır? Bilirəm ki, bilirəm, bilirəm ki, bilmirəm, bilmirəm ki, bilirəm, bilmirəm ki, bilmirəm. Əlbəttə ki, bilirəm ki, bilmirəm. Cümlədə çox belə bəsit səslənir. Amma insanın bilməmək üçün o qədər uzun bir yol keçməlidir. İndi sual verə bilərsiniz ki, məsəl üçün insan elə çıxır ki, əvvəlcədən heç bu qədər çətinlik keçməyə ehtiyac yoxdur. Yəni oxumağı, araşdırmağı elə əvvəlcədən deyə bilər ki, mən bilmirəm. Nə ehtiyac var ki, bu qədər illərlə əziyyət çəksən, özünü öldürürsən, axtarırsan, axırda yenə gəlib çıxırsan mən bilmirəm. Amma bu iki dənə bilmirəm arasında çox uçurum qədər fərq var. O illərlə keçdiyin araşdırmadan, mütaliədən, yenə də deyirəm, meditasiyalardan sonra gəlib çıxdığın bilmirəm, elə böyük bir dərinlikdir ki, yəni o bilmirəm içində hər bir şey var. Bütün dünya var, bütün kainat var. Yəni bilmirəm deyə daha çox araşdırmaq məsələsidir. Yox, o deyil. O deyil. Bilirsiniz nədir? O bir dənə sual var da, deyir məsəl üçün fərz eləyək ki, kainatdır. Gedir, uçsuz bucaqsız da, yəni milyard işıq ilindən uzaqda kainat böyüyür və axırda bir divar var deyək ki də, axır ki divarı gəlib çatdı. Bəs o divarın arxasında nə var? Yəni bax bilmirəm fəlsəfəsi yaradanın, yəni mən qəbul edirəm ki, mən yaradanın böyüklüyünü dərk edə bilmərəm. O qədər ucadır ki, o qədər elə başqa bir söz də tapa bilmirsən ki zaten. O qədər ucadır ki, yəni mən bu balaca beynim onu dərk etməyə qadir deyil. Çünki mən bilirəm deyəndə artıq sən hardasa yaradanı da işlətmiş olursan. Hə, mən başa düşürəm ki, mənim beynimə görə deyil bu iş. Yəni yaradanı dərk eləmək, onun ucalığını dərk eləmək, bu kainatın genişliyini dərk eləmək mənim beynimə görə deyil. Və ona görə hətta axır vaxtlar məsələn kimlənsə söhbət eləndə, kimsə çox bir mənalı danışanda ki, məsəl üçün bu belədir, insan bunun üçün gəlibdi, belə olacaq. Artıq mühakimə yox, daha çox belə biraz insan gözümdə balacalanır. Çox sağ ol gəldin. Çox sağ ol fikirlərini, yaşadıqlarını bizimlə bölüşdün. Bundan sonraki həyatında bol-bol uğurlar, bol-bol xoşbəxtçilik arzu edirəm. Bol-bol bilmirəmlər arzu edirəm. Bol-bol bilmirəm. Siz isə şərhdə yaza bilərsiniz nə qədər bilmirəm sözü oldu. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib və dostlarına paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.